Miqrasiya özü nə deməkdir? Miqrasiya sözünün anlayış olaraq bir tərifi yoxdur, bütün tərifi yoxdur. Yəni, siz ona qanunlu miqrasiya deyəndə nə nəzərdə tutulub görə bilməzsiniz. Mən görməmişəm məsələn. Amma miqrasiya qısa olaraq yer dəyişmə deməkdir. Yəni, siz yer dəyişirsiniz. Məsələn, yəqin ki, burada universitetdən qabaq rayonda, rayon məktəblərində oxuyanlarımız olur. Məsələn, mən dedim. Siz Bakıda gəlib yaşayırsınızsa, siz miqrasiya edirsiniz. Siz daxili migrantsınız. Məsələn, Gəncədən Bakıya gəlib burada təhsil alırsınızsa, siz artıq daxili migrant hesab olursunuz. Miqrasiya hüququ baxmayın. Və var, immigrantlar var, immigrantlar və s. Yəni, immigrantlar kimlərdir? İmmigrantlar, məsələn, Azərbaycana gəlib burada məskunlaşan misal üçün deyirəm sizə. Türkiyə vətəndaşları, məsələn, işləyənlər, onlar burada immigrantlardır. Sizin yaxınlarınız, qohumlarınız ola bilər, məsələn, tutaq ki, Almaniya Federativ Respublikasında işləyən həkimlər. Onlar da bizim üçün immigrantdır, yəni Azərbaycan vətəndaşının xaricə köçməsi. Sizin içinizdə ola bilsin ki, daxil immigrantlar var və s. Bu arada sualınız olsun, sizin maraqlandıran məsələ olsa və yaxud da dəqiqləşdirmək istədiyiniz məsələ olsa, hər hansı məsələ olsa, mən sözünü kəsməkdən çəkinliyim. Miqrasiya hüququnun formalaşması necə başlayır? Hüquq fakültəsində yəqin ki, sizə beynəlxalq hüquq qanunu keçib və yaxud da beynəlxalq hüququn elementlərini keçiblər, görürsünüz. Orada sizə deyirlər ki, beynəlxalq hüququn yaradıcıları və s. kitabda oxunuz. Sizin indiki kitablarda bilməm, Grotsi yazılır, səhv bilməmsə düzdür. Beynəlxalq hüququn ilk banisi kim yazılır, indiki kitablarda Grotsi görürsünüz. O səhvdir, Grotsi deyil. Vitoriyadan başlayır beynəlxalq hüquq əslində. Vitoriya Grotsius'dan qabaq. Yəni, Vitoriya və Grotsius bunlar beynəlxalq hüququn ataları deyə kateqoriyanın içərisindədirlər, amma tarix olaraq Vitoriya Grotsi'dən, indi Grotsi də demək olar, Grotsius da demək olar. Bizdə daha çox Grotsi kimi tərcümə olunur. Orada problem odur ki, insan adını tərcümə eləmək olmur əslində, çox çətindir. Məsələn, siz yazılışı Grotsius'dur, siz onu Grotsi kimi tərcümə edirsiniz. Yəni, insanın adını məsələn tərcümə eləmək olmur, da problem olur. Yəni, məsələn, sizin adınız, tutaq ki, mənim adım Füzuli deyəm, bunu necə tərcümə edə bilərsiniz? Vitoriya Grotsi. Vitoriya Grotsi miqrasiya hüququna necə yanaşır? Bu iki alim bizim danışacaq. Miqrasiya hüququna ünsiyyət hüququ kimi yanaşır. Nəzərə alın ki, əvvəllər insanların əlində ağıllı telefonlar yoxdur və ya sosial şəbəkələrdə yoxdur. 16-cı əsrdən başlayıb bu alimlərin adı. Yəni, siz tutaq ki, məsələn, buradan dünyanın istənilən yerindən əlaqə saxlaya bilirsiniz. Sizdə internet varsa və qarşı tərəfdə internet varsa, bu təmin edən, bilmirəm, yəqin universitetlərdə hələ də latin dilində terminologiyalar görürsünüz, kitablar. Görürsünüz? Rahat olun. Görürsünüz kitablarda. Yəni, əslində latin dilində terminologiyadan istifadə eləmək artıq moddan düşmüş bir şey, tırnaq arasında deyək. Çünki əgər bir hüquq mətnində, bir məqalədə dayanmadan latınca terminologiya görürsünüzsə, bilin ki, o adam nəsə bildiyini sübut etmək çalışır. Çünki hüquq mətnləri artıq hər kəsin BMT tutaq ki, qurumlarının, hüquqla bağlı qurumlarının, məsələn, Beynəlxalq Hüquq Komissiyası, International Law Commission ən məşhur və yaxud da İnsan Hüquqları üzrə Komissarlıq və s. çıxardığı mətnlərə baxın. Çox sadə sahələr ortaya çıxır. Bu da texnologiya ilə bağlıdır və biotexnologiya, hüquq və sadətdə artıq başqa sferəyə keçib və davam edəcək. Yəni, siz bilirsiniz ki, bugün hüquq fakültəsi mütəmməli 5 il sonra hansı hüquq sahəsi lazım olacaq. Yəni, sizin üçün, məsələn, deyə bilər ki, sizə bugün süni intellekt hüququnun tənzimlənməsi çox əla sahədir və s. Ola bilsin ki, amma 5-10 il sonra moddan düşər dünya arasında. Yəni, bu belədir. Ona görə siz ümum prinsiplərdə at bilməlisiniz ki, çox tez adaptasiya olursunuz. Buna adaptability, yəni uyğunlaşma, uyğunlaşma deməkdir. Yəni, siz hüququn ümumi prinsiplərini və nəzəriyyəsini bilməlisiniz ki, prosesə uyğunlaşa bilərsiniz. Yəni, baxanda görə bilirsiniz. Amma hansı hüquq sahəsinin daha lazımlı olacağını və yaxud da sizə daha lazımlı olacağını bilmək çox çətindir. Bunu bilə bilməlisiniz. Tamam, köklü hüquq sahələri var. Məsələn, biz məşğul üniversitet xidmətində inzibati hüquqlarımızdır. Burada qərarlar inzibati qərarlardır, apardığımız icraatı və s. Yəni, dövlət orqanında inzibati hüquq heç vaxt görməmişik. Və yaxud da siz prokurorluqda həmişə cinayət hüquq bilməlisiniz.
Amma nəzərə alın ki, hüquq pozur. Bizim bugün məsələn, Dövlət Miqrasiya Xidməti olaraq biz hüquq pozma işləri yoxdur, inzibati xəta işlədirik. Biz cinayət aşkarlığında məlumatlara olduğu şeydir. Yoxsa qanunları bilmək məsələsi önəmlidir. Yəni, mən önəmli deyil demiyorum. Məsələn, bizdə aparılan təhsil prosesinə baxsaq, mən özüm də təbii ki, təhsil prosesinin ümumi tərkib hissəsindəyim. Ondan çox kənar asılıyım. Amma məsələn, biz veririk, biletlər və s. və s. Biz onu Zola xanımda dəfələrlə müzakirə edilmişik. Tələbə məsələn əzbərliyib və gəlir. Məsələn, mən seminarda tələbə görürsən ki, tutaqda. Bu təhsil bizdə belə deyil, bu dünyanın hər yerində. Məsələn, baxsaq, məşhur şirkətlər, məsələn, Google kimi, Microsoft kimi, məsələn, artıq formal təhsili bir növ, necə deyim sizə, çox azaldıqlar. Yəni, formal təhsil tələbini aradan qaldırdılar. Çünki artıq əmək bazarındakı işçi, əgər akademik bir karyeranız olmayacaqsa, məsələn, ola bilsin ki, bəziləriniz akademik karyeri seçmək istəyirsiniz. Bu çox ağırlı, çətin prosesdir. Yəni, həm maddi təminat baxımından çətin prosesdir, fədakarlıq tələb edən bir şeydir. Amma seçə bilərsiniz. Amma akademik yox, peşəkar digər praktik istiqamətləri seçsəz, sizin lazım olan şey sizin bilik və bacarıqlarınızdır və o biliklərinizi hansı formada tətbiq eləmə qabiliyyətinizdir. Bütün sual bundan olur. Ona görə artıq oxuduğunuz universitetin və yaxud da aldığınız qiymətlərin son dərəcə ikinci plana keçdiyini görürsünüz bir müddət sonra. Hətta siz bitirəndən sonra ola bilsin ki, hələ də bir farq, yəni o qiymətlərə baxılır və s. və s. Amma mən düşünürəm ki, artıq bir neçə sonra ümumiyyətlə baxılmayacaq. Yəni, çünki bu bunu gətirir, dövr bunu gətirir. Yəni, ona görə sizə sadəcə bir hüquqşünas kimi və belə tövsiyə bundan ibarət ki, bu məsələləri diqqətlə salın. Bunlar sizin üçün önəmli olsun. Yəni, nə bildiyiniz önəmlidir bəli, amma bilgilərinizi praktik olaraq tətbiq edədiyiniz çox önəmlidir. Yəni, kazus görməyiniz çox önəmlidir. Məhkəmənin iş praktikası görməyiniz çox önəmlidir. Reallığı görməyiniz çox önəmlidir. Yəni, artıq hamınız yəqin 3-4-cü kursdasınız da burada. İkinci kurs var, var ikinci kurs. Tamam. İkinci kurs, üçüncü kursa keçdikcə artıq yavaş-yavaş düşünün. Yəni, sizə hansı sahə uyğundur, hansı sahə uyğundur və s. Mən məsələn o səhvi, mənə görə səhvdir, mən o səhvi eləmişəm, amma siz eləməyinizi tövsiyə edirəm. Mən universiteti məsələn, bakalavr bitirən kimi magistratura təhsili almıyorum, mənim fikrimi soruşursunuz. Bu, təbii ki, sizin xəyallarınız fərqli olur, buna toxunmuram, amma bir neçə il işləyəndən sonra siz özünüzü harada görürsünüz, o çox mühümdür. Məsələn, mən 2015-ci il universiteti bitirmişəm, 16-cı il hərbi xidməti bitirmişəm, 16-cı il sonra gedib magistratura oxumuşam, məsələn, indi olsam o fakültə qədə oxumaram. Amma o vaxtı mənə məntiqli gəlir. Hə. Rahat olun, istədiyiniz suala verə bilərsiniz. Vittoria Grozi, ünsiyyət hüququ. Pufendorf və Wolf dövlətlərin şübhələnliyi prinsipasına keçir. Suverenlik deyəndə nə başa düşürlər? Burada miqrasiya hüququnda konsepsiya budur ki, miqrasiya hüququ sadəcə əslində bir cümlənin ifadə edəcəz. Bir tərəfdə insan hüquqları faktorlar. Yəni, nədir bu? İnsanlar hərəkət edilmək istəyir. Yəni, sizin hamınız, məsələn, başqa ölkələrə getmək istəyirsiniz. Yəqin ki, var bizdə belə bir mövzu. Başqa rayonlara getmək istəyirsiniz. Yəni, sərbəst şəkildə hərəkət edilmək istəyirsiniz. Bəlkə də istəmirsiniz. Məsələn, elə insanlar olar ki, məsələn, ola bilər ki, xoşlanır, çox səyahət xoşlanır. Məsələn, mən də xoşlanıram çox səyahət. Yəni, çox xoşlanıram. Amma biri gəlib desə ki, sizə sən bundan sonra səyahət eləməyəsən, bu sizi narahat edir. İstəməsəz də narahat edir. Ola bilsin, bəlkə siz önünüzdəki 2 il boyunca tutaq ki, ancaq Bakı ərazisində olasınız və yaxud da Bakı-Şamaxı ərazisində olasınız. Amma sabahları heç vaxt getmirsiniz. Amma sabah gəlib mən sizə desəm ki, siz 2 il boyunca məsələn, Avropa ərazisində, həm Amerika ərazisində görürsünüz, sırf miqrasiya məsələsində görə hökumətlər dəyişir. Məsələn, İtaliyada bu baş verdi, Fransada ola bilsin, baş verəcək növbəti seçkilər. Hətta deyərdim ki, Amerikada da buna çox böyük təsir oldu və s. Yəni, bu, o liderlərin xüsusiyyətinə baxdığınız və seçki kampaniyasına baxdığınız zaman hamısının ortaq xüsusiyyəti miqrasiya məsələsidir.
iddia edirlər ki, miqrantlar ölkəmizə buraxdı, ölkə mədəniyyətinə zərər vurdular. O slide sizə göndərəcəm, yəni bunu yazmaq, əziyyət çəkib yazmamızı ihtiyacım. Sizə verdiğim mühazirəsi var, məşhur Vitoria'nın. Orada Salamanca Universiteti. Salamanca Universiteti İspanya ərazisindədir. Bu gün də durur və dünyanın ən qədim universitetlərindən biridir. Təbii ki, əvvəlki şöhrətində də nüfuzunda deyil, amma kifayət qədər qədim və köklü universitet. Vitoria mühazirəsində yeni dünyada İspan işğallarının legitimliyini müzakirə edir. Bu nə demək? 16-cı əsr, əgər tarixdən xatırlayırsınızsa, İspanlar Cənubi Amerika səyahət edirlər, oradan işğal edir. Bu gün Cənubi Amerika arasında bilirsiniz də, Braziliya istisna olmaqla digər bütün demək olar ki, ərazilər və dövlətlər, xalqlar İspan dilində danışırlar. Bu da 16-cı əsr İspan işğallarının nəticəsidir. 16-cı əsrdə 1539-cu ildə Vitoria'nın mühazirəsində İspan işğallarının doğru və yaxud da yanlış olduğunu müzakirə edilir. Legitimliyini müzakirə edilir. Vitoria nə deyildi? Vitoria deyildi ki, Hindular torpaqların həqiqi mülkiyyətçisidir. Yəni, İspanların işğal edildiyi ərazilərdə, yerli əhali bilirsiniz ki, Hindular ona görə torpağın mülkiyyətçiləri. Amma deyildi ki, İspanlar da o ərazilərə səyahət edə bilərdir. Bunlar qaldı. Deyildi ki, əgər səyahət edən millətlər, yəni İspanlar, şeytancasına hərəkət eləsə, Hindular onlara torpaqlarından çıxara bilər. Amma yox, sırf şeytancasına hərəkət eləməsin, sırf səyahət eləsə, Hindular onları qəbul eləməsə, bu müharibə səbəbidir. O gördüyünüz Tenochtitlan döyüşüdür, hansı ki, Aztek imperiyasının məşhur dağılması. Məşhur sərkərdə Hernan Cortes'in hücumu ilə İspanların səyahəti və Azteklərin artıq demək olar ki, yox atılması Tenochtitlan döyüşündən sonra. Demək, iki konsepsiyanı irəli sürür. Deyir ki, bir millət digər millətin ərazisinə səyahət edə bilər. Qəbul edən millət, yəni ev sahibi, digər milləti qəbul eləməkdən imtina eləsə, müharibə səbəbidir. Amma deyir, səyahət edə bilər, amma səyahət elədiyi yerlərdə yerli halinin hüquqlarına hörmət edir. Bununla bağlı suallar. Bəli. Burada məsələ olan ibarətdir ki, Hindular əslində ilk başda İspanlar gələndə burada Hindulara qarşı şeytancasına davranmışlar, münaşirət edilmişlər. Bir növ burada sui-istifadə olmalı. Şeytancasına hərəkətlər, orada şeytancasına hərəkətlər nümayiş elətdirməmişlər deyilən nəzərdə tutur. Yəni ilk başda gəldikləri vaxtdan belə də müharibələr başlamamışlar. Zaman onlar gəlmişlər, yeniləri öyrənmələr, qanunlar müşahidə edilər, dedilər, sözü, yeni dünyadan tekrar dünyaya getirir və s. Ondan sonra müharibələr onların belə bir torpaqları işğal edilmə niyyətindən başladı. Yəni deyirsiniz ki, ilkin olaraq gəldilər, gördülər, qəşəngdir və s. Sonra fikirləşdilər ki, bura niyyədir bizim olmaz. Yəni ilkin olaraq olanın şeytancasına davranmaq istədiyini Hindular başa düşsəydi, o zaman olanın qəbul etməyə səlahiyyətləri var idi. Onları başa düşürlər. Bu bir, yəni, belə deyim də sizə, doğru, bu fikirlər doğru qəbul olunan həqiqətlər deyil. Bu sadəcə Vitoria'nın irəli yerli əhalinin hüquqlarına hörmət edəcək şəkildə səyahət eləməyi legitim hesab edir. Mən düşünürəm ki, məsələn, burada Vitoria'nın dediyi fikir, biz günümüzdə hər hansısa biz Vitoria'nın bugün dediyi fikirlərdə, həmin dövlətin dediyi fikirlərdə, günümüzdə hər hansısa bir nəzəriyyə aydın edə bilərik, hər hansı bir nəzəriyyə başlanğıc hesab edə bilərik. Vitoria'nın fikirləri sualdırsa, bu hələ ki bir nəzəriyyə formasını ala biləcək fikirlər deyil. Beynəlxalq hüquq tarixində miqrasiya hüququ baxımından o fikirləri ilk irəli sürən deyərdim ki, Qrotçi olub. Sırf nəzəriyyə formalaşdırmaq baxımından.
Yəni deyirsən ki, sən bəhanə tapmaq istəyirsən və işğallara legitimlik qazanmaq üçün deyir. Yəni deyir əvvəl oğurluq eləyib, sonra da formasını tapmaq istəyirsən. Maraqlı. Başqa fikir olanlar? Yoxdur. Yoxdur. Olan desin də, olmayan deməsin. Məsələn, mən sizə bir sual versəm, mən fikrimiz var. Sizcə Vitoriya haqlı idi. Amma belə deyim də sizə, məsələyə baxanda çalışın ki, 16-cı əsrin prizmasından baxın, 20-ci əsrin prizmasından baxın. Əgər prizma fərqli desək, dövr üçün baxırıqsa, Vitoriya həmin dövr üçün haqlıdır. Yəni, çünki həmin dövr üçün belə deyək də, o qədər də beynəlxalq hüquq, demək olar ki, mövcud deyil, formalaşmayıb, əsasdır. Amma beynəlxalq hüquq yoxsa deyirsən, hüquq pozuntusu haqlıdır. Bəli, çünki orada bir hüquq yoxdur. Onu pozan. Sən hansı universitetdə oxusun? Mən Dilər Universitetində. Daha belə deyim də sən. Bu hüquq fakültəsində məşhur sualdır. Məsələn, beynəlxalq hüquqda Yuskogens normaları var. Yəni, Yuskogens normaları, Yuskogens norması deyilməsin, tələbədən standart cümlələr əlbəttə, imperativ normalardır, hamı qəbul edilməlidir və s. Amma mahiyyəti heç kim izah edə bilmir. Çünki oxuyub da sadəcə, amma nə olduğunu başa düşmür. Və s. O da ki, başqa sorumuzdur. Amma Yuskogens normasının məqsədi mən deyil, əslində. Bendor, 17-ci əsr. Ünsiyyət hüquq ideyasından uzaqlaşır. Artıq 17-ci əsrin sonu bizə insan hüquqlarının zəiflədiyi dövrüdür. Deyir ki, öz ölkəsini tərk etmək fərdlərin hüququdur. Əcnəbiləri qəbul edib etməmək dövlətin səlahiyyətindir. Sərbəst hərəkətin beynəlxalq hüquqnaması olduğunu qəbul etmir. Suverenlik, hüquq, qonaqpərvərlik istisna, yəni dövlətə yaxınlaşır. Baxın, bir daha təkrar edirəm. Deyir ki, sən öz ölkənin ərazini tərk edə bilərsən. İstəyirsən, məsələn, ərazidən çıx. Amma başqa dövlətin ərazisindən məskunlaşmaq bir hüquq deyil. Dövlət istəsə səni qəbul edir, istəsə qəbul edir. Ölkəvi tərk eləmək sənin hüququndur. Başqa dövlətin səni qəbul eləməsi, o dövlətin səlahiyyətidir. Hə, demək olar. Qəbul etmək o deməkdir ki, yəni o halda qəbul edər ki, məskunlaşmanın da hüquq olur tanınır. Sərbəst hərəkəti məhdud tanınır. Var sual? Yox. 18. Elmi metoda əsaslanan millətlər hüququ. Gördüyünüz kimi yeni hamle latında yazır. Xüsusi mülkün sahibi digər şəxslərə öz mülkünə daxil olmağa icazə verməmək hüququna sahibdir. İmmiqrasiya hüququnu tanımır. Ərazi sahibi və suverenliyin genişləndirilməsi zərərsiz istifadəni məhdudlaşdırır. Artıq Christian Wolff ölkəni tərk eləməyi də hüquq kimi tanımlamağa başlayır. Yəni, bu dövlətə daha da yaxınlaşmaq deməkdir. Deyir ki, xüsusi mülk sahibi ilə əsaslandır. Yəni, o deyir ki, ərazi dövlətin xüsusi mülkiyyətidir. Ərazi dövlətin xüsusi mülkiyyətidir. Nətər ki, bir şəxs kimisə öz xüsusi mülkiyyətinə buraxmama səlahiyyətinə sahibdir. Dövlət də digər ölkə vətəndaşını və yaxud da əznəbini öz ölkəsinə buraxmama səlahiyyətinə sahibdir. Düzdür? Bu belə baxır. Sadəcə bir dənə tanıdığı hüquq zərərsiz istifadədir. Yəni, gəlib keçə bilirsən, qala bilməzsən. Və şəxsin öz ölkəsini tərk eləmək hüququnu da tanımır. Deyir, dövlət istəsə icazə verər sənə çıxmağa, istəsə icazə verməz. Onlara geri qalmış, yəni çıxsa da qalmış. Çıxmaq hüququnu tanımır, bəli. Tanımırsa dolayı olan sanksiyanı tanımır. Gördük ki, emiqrasiya hüququnu tanımır, yəni tərk etməyi də tanımır. Bu, tam dövlətçi yanaşmadır. 4 fikirdə görürüz ana fikir. Bir sual. Case. Gördüyünüz kimi mən su içirəm, üzülürsən. İşlərdə vətəndaşın ölkədən zərərsiz şəkildə gəlib keçməyə icazə verir. Zərərsiz şəkildə gəlib keçməyə icazə verir. O, ən alt hüquqdur da, bəli. Amma indi sual ondan ibarətdir. Bu qədər fikrin arasında. İndi çox məşhurdur, məsələn, belə кейslər, orta yolu tapmaq.
soft skillslərinizi inkişaf etdirin. Burada necə mediator olmaya bilərsiniz? Alın sizə sünnibiz. Aha. Tamam. Siz ancaq tranzitdən keçməni tanırsınız da. Onda Wolf'un fikri ilə razılaşırsınız da və orta yoldan da gedə də bilərsiniz. Gedə bilərsən deyəndə, məsələn, Wolf oradan narazıdır. Orta yolu necə taparsınız? Əlbəttə ki, bir nəfər üçün dəstəklənir. Necə görürsünüz? Biraz yaxınlaşırsınız, biraz da fikirləşin. Hansı istəyirsiniz qalır? Suverenliği pozmadığı için, suverenliğe zarar gelmediği bütün konularda, küçük konularda migrasyon temin edilir. Suverenliyə zərər gəlir. Yəni deyirsiniz ki, hərəkət azadlığının hər bir halda təmin olunsun, amma dövlətlərin suveren hüququna da Zarar gelsin. gəlməz. Yəni deyirsiniz ki, həm tort ortada qalsın, həm qarnın da olsun. Əlbəttə ki, mümkündür. Sonra başqa fikir? Mən biraz konuşub, dövlətin icazə verdiyi çərçivədə Dövlətin icazə verdiyi çərçivədə. Yəni Wolf-da. Əslində hamısını mən dedim. Şəxsdə bura bilərsən, ölkəni təşkil edirsən, amma dövlətin icazə verdiyi. Məsələn, sizcə emiqrasiya hüququ tanınmalıdır, tərk etmə hüququ? Tanınmalıdır. Şəxs öz ölkəsini təşkil edən ölkə.